Qoç, məşğul gün olacaq. Müxtəlif insanlarla çoxlu söhbətlər edəcəksiniz. Hər kəslə asanlıqla ümumi dil tapa bilərsiniz. Qoçların çoxu ailə problemlərini həll etməli olacaqlar. Özünüzü idarə etməyə və emosiyaların öhdəsindən gəlməyə çalışmaq vacibdir. Əks halda qohumlarla əhəmiyyətsiz səbəblərə görə münaqişələr yarana bilər. Yaxınlarınıza kömək etməli olacaqsınız və bu səbəbdən öz planlarınızı yenidən tənzimləməli olacaqsınız. Günün sonunda siz xüsusilə enerjili olacaqsınız, ona görə də uzun müddət başa düşmədiyiniz işləri başa vurmağa vaxtınız olacaq. Sizin üçün vacib olan insanlarla münasibətləri bərpa etmək üçün doğru zamandır. Tələsməyin. Günün ilk yarısı bəzi vacib məsələlər və mürəkkəb fəaliyyətlər üçün çətin ki, uyğun olsun. Rahatlanın, gücünüzü bərpa edin, bu sizə zərər verməz. Sevdiklərinizi görə bilərsiniz, onlar sizinlə vaxt keçirməkdən məmnun olacaqlar. Yaxşı təsadüflər, kiçik xoş sürprizlər ola bilər. Günün ikinci yarısı daha məhsuldar olacaq. Əvvəllər başladığınız işləri başa çatdırmaq və yenilərində necə uğur qazanacağınızı anlamaq çox asan olacaq. Əgər köməyə ehtiyacınız varsa, onları tapmaq çətin olmayacaq. Çoxları hər bir təklifinizlə razılaşacaq. Gün işlərlə dolu olacaq. Artıq tanış olan vəzifələr dərhal həll tələb edən yeniləri ilə arta bilər. Belə şəraitdə başqaları əsəbləşərdi, ancaq siz sakit qalaraq hər işin öhdəsindən gələ biləcəksiniz. İlk addımları tək başına atmağa hazır olun, kömək etmək istəyənlər biraz sonra özlərini çatdıracaqlar. Günün ikinci yarısı mühüm söhbətlər üçün münasibdir. Tez-tez xırdalıqlara görə mübahisə etdiyiniz insanlarla ortaq dil tapa biləcəksiniz. Mübahisəyə görə peşman olduğunuz insanla barışmaq şansı yaranacaq. İntuisiyanıza qulaq asın, onun məsləhətləri bugün sizin üçün xüsusilə faydalı olacaq. Adi işlər asanlıqla alınacaq və siz yeni vəzifələrin də öhdəsindən yaxşı gələcəksiniz. Uzaqdan gələn xəbərlər maraqlı fikirlərə sövq edəcək, yaxın gələcəkdə diqqətinizi nəyə yönəldəcəyinizi söyləyəcək. Xoş tanışlıqlar, çox sevinəcəyiniz görüşlər baş tuta bilər. Son vaxtlar darıxdığınız insanlarla münasibətləri bərpa etmək fürsəti yaranacaq. Axşam sevdiyiniz insanla görüşmək, hər ikiniz üçün vacib olan məsələlər barədə danışmaq üçün münasib vaxtdır. Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Nağd maliyyə daxil olmaları, o cümlədən gözlənilməz mənbələrdən hədiyyələr və uğurlu əməliyyatlar mümkündür. İşgüzar danışıqlar, hətta çox ümid etmədiyiniz danışıqlar da uğurlu olacaq. Yeni təkliflər sizin üçün cazibədar peşəkar perspektivlər aça bilər. Münasibətləri inkişaf etdirmək həmişə asan olmur. Amma sizə əziz olan adamlarla yenə də ümumi dil tapacaqsınız, amma bunun üçün cəhd etməli olacaqsınız. Axşam xoş xəbər və ya darıxdığınız insanla görüş vəd edilir. Buğa. Səhər narahat olacaq. Siz həmişə emosiyaların öhdəsindən gələ bilməyəcəksiniz, impulsivlik sizə düzgün qərarlar verməyə mane olacaq, yaxınlarınızla xırda fikir ayrılıqları mümkündür, lakin siz hər şeyi tez bir zamanda həll edə biləcəksiniz. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Kifayət qədər ehtiyatla istənilən sürprizin öhdəsindən gələ bilərsiniz. Axşam saatlarında bəzi buğalar xoş sürprizlər yaşayacaqlar. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. Çox güman ki, uzun müddət tanıdığınız, birlikdə işlədiyiniz və ya bir növ hobbi ilə məşğul olduğunuz bir insanla romantik bir hekayəyə başlayacaqsınız. Gün çox maraqlı işlər gətirəcək. Əhəmiyyətli işlərdən başlamağa dəyər, siz mütləq uğur qazanacaqsınız. Vacib söhbətləri təxirə salmağa ehtiyac yoxdur. Günün ilk yarısında başqaları ilə anlaşmaq xüsusilə asan olacaq, çoxları sizi mükəmməl başa düşəcək. Günün ikinci yarısında çoxlu xırda narahatlıqlar yaranacaq. İşlərə diqqət yetirmək çətin olacaq. Yaxınlarınızdan birinin köməyinizə ehtiyacı ola bilər. Bəzi buğalar planlaşdırılmamış səfərlərə getməli olacaqlar. Yaxşı alınacaq, amma yenə də sizə narahatlıq gətirəcək. Gün yeni bir şey öyrənmək, mürəkkəb məsələləri başa düşmək, düşüncələrinizi yaxınlarınızla bölüşmək üçün mükəmməldir. Daha əvvəl yalnız təxmin edə bildiyiniz mətləbləri dəqiq biləcəksiniz və planlar qurmaq daha asan olacaq. Köhnə tanışlar sizin tərəfinizdə olacaqlar, günün ortasında onların köməyi çox faydalı ola bilər. Bugünkü səfərlərdə boş təlaşdan və bir növ çaşqınlıqdan qaçmaq çətin olacaq, amma ümumilikdə yaxşı nəticə verəcək.
Yolun gözlədiyinizdən bir az daha uzun sürəcəyinə hazır olun. Gün kifayət qədər xoş keçəcək. Son zamanlar düşündürən bir çox suallara cavab tapacaqsınız. Uğurlu bir təsadüf sayəsində çox narahatlıq gətirən problemlər həll ediləcək. Boş yerə vaxt itirməyəcəksiniz, planlaşdırdığınızdan da çoxunu etməyə vaxtınız olacaq. Köhnə tanışlar ən çətin problemlərin həllində kömək etməyə hazır olacaqlar. Başqaları ilə ümumi dil tapmaq hər dəfə asan olmayacaq, onlar sizin hərəkətlərinizin motivlərini səhv başa düşə bilərlər. Siz qəzəblənməyəcəksiniz, aşkar görünən məsələləri səbrlə təkrar izah edəcəksiniz. Xeyirxahlığınız sayəsində münasibətlərdə problemlər aradan qalxacaq. Gün ruhlandırıcı, parlaq və hadisələrlə dolu olacaq. Şübhəsiz ki, qeyri-adi ideyalar ortaya çıxacaq və siz onları mümkün qədər tez həyata keçirməyə çalışacaqsınız. Haqqında əvvəllər çox eşitdiyiniz insanlarla tanış olmaq ehtimalınız var, dərhal düzgün təəssürat yaratmaq mümkün olmayacaq, amma sonradan münasibətlər sıxlaşacaq. Alış-veriş edə bilərsiniz. Seçimlə bağlı səhv etməyəcəksiniz, xırda şeylərə çox vəsait sərf etmək istəməyəcəksiniz. Gün şəxsi münasibətlər baxımından da əlverişli olacaq. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək, onların dəstəyi çox faydalı olacaq. Əkizlər. Asan gün deyil. Əksər əkizlər öz zəifliklərini əyləndirməyə və əvvəllər verilmiş vədləri unutmağa meyilli olacaqlar. Planlaşdırılan işlərin öhdəsindən dərhal gəlmək mümkün olmayacaq. Tək hərəkət etməyə çalışmayın, kömək üçün yaxınlarınıza və etibarlı müttəfiqlərə müraciət edin. Onlar sizə kömək etməkdən imtina etməyəcəklər və birgə işin nəticəsi daha yaxşı olacaq. Vacib qərarlar qəbul etməməli və iri miqyaslı layihələrə başlamalısınız. Axşam sizi xoş sürprizlərlə sevindirəcək. Son zamanlar bir-birinizi çox yaxşı anlamadığınız insanlarla münasibət qura biləcəksiniz. Gün ev işləri üçün münasibdir. İşləri qaydasına sala, lazımsız əşyalardan qurtula, xarab olanı düzəldə bilərsiniz. Bütün bunlar sizin üçün asan olacaq. Sevdiklərinizlə birlikdə istifadə edəcəyiniz faydalı əşyalar da ala bilərsiniz. Sizə lazım olanı dəqiq seçəcəksiniz və çox xərcləməyəcəksiniz. Yaxınlarınıza diqqət yetirəcəksiniz və onlar bunun üçün sizə minnətdar olacaqlar. Axşam saatlarında hər kəs üçün vacib olan məsələlər barədə danışmaq, çətin bir məsələnin uğurlu həllini tapmaq mümkün olacaq. Romantik sürprizlər ola bilər, sevdiyiniz insanla ünsiyyət xoş olacaq. Günün əvvəlində fikir ayrılıqlarından və mübahisələrdən qaçmaq çətin olacaq. Onların sizin günahınız üzündən ortaya çıxması mümkündür. Yaxınlarınızı dərhal düzgün başa düşməyiniz mümkün olmayacaq, onların sözləri sizə təhqir edici görünə bilər. Təmkininizi saxlamağa çalışın. Günün ortasında vəziyyət yaxşılığa doğru dəyişəcək, ünsiyyət daha çox sevinc gətirəcək. Günün ikinci yarısında gözlənilməz xərclər tələb oluna bilər. Amma büdcənizə ağır zərbə vurmayacaq. Gün tanış işlərlə, tanış problemlərin həlli ilə başlamalıdır. Yeni bir iş götürmək çətin olacaq, ən düzgün şəkildə necə hərəkət edəcəyinizi dərhal başa düşməyəcəksiniz, uğur qazanmağınıza dair çoxlu şübhələr olacaq və dəstəyinə inandığınız insanlar kömək etməkdən imtina edə bilərlər. Bir neçə saatdan sonra vəziyyət dəyişəcək, anlayacaqsınız ki, hərəkət etmək vaxtıdır. Nağd maliyyə daxil olmaları, o cümlədən gözləmədiyiniz mənbələrdən gəliriniz və hədiyyələr ola bilər. Məbləğ çox güman ki, az olacaq, lakin çox faydalı alınacaq. Bəzi planlaşdırılmamış alış-verişlər edərək yaxınlarınızı sevindirə bilərsiniz. Günə cari işlərlə, məlum problemləri həll etməklə başlayın. Dərhal tamamilə yeni bir iş götürsəniz, çaşqınlıq yarana bilər və səhvlər edə bilərsiniz. Ciddi işlərə baş vurmaq üçün bir az vaxt lazım olacaq. Yaxınlıqda köhnə dostlar, sınaqdan çıxmış müttəfiqlər olacaq. Çətinliklər olsa, onlar kömək etməyə hazırdırlar. Günün ikinci yarısı sakit və məhsuldar olacaq. Diqqətinizi vacib olan işlərə yönəldəcəksiniz, xırda məsələlərə qarışmayacaqsınız və məqsədinizə tez çatacaqsınız. Sevdiyiniz insanla görüşməkdən həzz ala bilərsiniz. Axşam saatlarında hər ikinizi sevindirəcək qərar qəbul etməyiniz mümkündür. Xərçəng. Əla gündür. Üzərinizə götürdüyünüz hər işdə uğur qazanacaqsınız. Cazibədarlığınız artacaq, buna görə də insanları cəlb etmək asan olacaq.
Bəzi uzun müddətdir rəqiblər müttəfiqlərinizin düşərgəsinə qoşulacaqlar. Mümkündür ki, sosial dairənizdə işgüzar və karyera yüksəlişində sizə əhəmiyyətli dərəcədə kömək edə biləcək nüfuzlu insanlar peyda olacaqlar. Bir çox xərçənglər kiçik, lakin qiymətli hədiyyələr alacaqlar. Günün ikinci yarısı çölə çıxmaq, əyləncələr keçirmək və mehriban ünsiyyət üçün münasibdir. Siz asanlıqla yeni tanışlıqlar edə, xoş təəssürat yarada, hətta romantik münasibətə başlaya bilərsiniz. Gün səyahət üçün və uzaqdan gələnlərlə ünsiyyət üçün əlverişli olacaq. Sizdən tamamilə fərqli, maraq və baxışlarınızı bölüşməyən insanlarla anlaşmanız asan olacaq. Əgər fikir ayrılığı üçün səbəblər varsa, həyəcanlanmayacaqsınız. Kompromis əldə etmək, hamı ilə yaxşı münasibət saxlamaq mümkün olacaq. Günorta maliyyə məsələlərini müzakirə etmək və ya pulla bağlı hər hansı qərar qəbul etmək üçün uyğun deyil. Alış-veriş etməyə tələsməyin, çətin ki, dərhal sizə lazım olanı seçə biləsiniz. Vacib məsələləri və böyük planları günün əvvəlində müzakirə etmək daha yaxşıdır. Bu zaman əvvəllər ortaq dil tapa bilmədiyiniz insanlarla belə danışıqlar apara biləcəksiniz. Köhnə dostlarınızla, hobbinizi bölüşən tanışlarınızla görüşməkdən məmnun qalacaqsınız. Şübhəsiz ki, birlikdə görmək istədiyiniz işlər də var. Günün ikinci yarısı üçün ciddi bir iş planlaşdırmayın. Çox güman ki, bu zaman narahatlıqlardan qaçmaq, xoş bir şey haqqında düşünmək istəyəcəksiniz. Bəzi qeyri-adi ideyalar ortaya çıxa bilər, ancaq onları necə həyata keçirəcəyinizi anlamaq üçün biraz vaxt lazımdır. Günün başlanğıcı sakit olacaq. Konsentrasiya və yüksək diqqət tələb edən vəzifələr üçün uyğundur. Başqalarının gözdən qaçırdığı detalları görəcəksiniz, hətta kiçik səhvlərə belə yol verməyəcəksiniz. Uğurlu işgüzar danışıqlar baş tuta bilər. Əvvəllər haqqınızda demək olar ki, heç nə bilməyən insanlarda xoş təəssürat yaradacaqsınız. Günün ikinci yarısı narahatlıq və həyəcan olmadan keçməyəcək. Bu zaman emosional fon xüsusilə gərgin olacaq. Sizi nəyin sevindirə biləcəyini düşünün. Dostlarla görüşə, gəzintiyə çıxa, köhnə hobbiyə qayıda bilərsiniz. Bütün bunlar əhvalınızı yüksəldəcək. Günün başlanğıcı planlar qurmaq, yaxın gələcəkdə həyata keçirməyə diqqət yetirəcəyiniz ideyalar haqqında düşünmək üçün uyğundur. Siz ilk qələbələri tez qazana biləcəksiniz, onlar sizə çatışmayan inam hissini verəcək. Günün ortalarından ünsiyyət üçün əlverişli zaman başlayacaq. İşgüzar tərəfdaşlarla, yeni tanışlarla və yaxınlarınızla tez anlaşacaqsınız. Axşam saatlarında çox işləməmək daha yaxşıdır. Bir müddət də olsa, narahatçılıqlardan yayınmağınız faydalı olacaq. Qısa bir səyahət və ya yeni bir marşrutla gəzinti buna kömək edəcək. Dostlar məmnuniyyətlə sizi müşayiət edəcəklər. Şiir. Özünüzü idarə edin. Artan həssaslıq başqaları ilə münasibətlərinizə ən yaxşı təsir göstərməyəcək. İlk cəhddə hər şeyi etmək mümkün deyil. Şir bürclərinin çoxuna öz kateqoriyalı xarakteri mane olacaq, yaxınlarınızla münaqişələr istisna edilmir. Bununla belə, onlar kifayət qədər tez həll edilə bilər, xüsusən də barışıq üçün ilk addımı atsanız. Günün ikinci yarısında ulduzlar sizin tərəfinizdə olacaq. Tezliklə həyata keçirəcəyiniz yeni maraqlı ideyalar peyda olacaq və siz dəstək və təsdiq çatışmazlığı yaşamayacaqsınız. Heç gözləmədiyiniz vəziyyətlərdə şanslı olacaqsınız. Əzmkarlıq nümayiş etdirəcək və uzun müddətdir can atdığınız hədəfə nail olacaqsınız. Yəqin ki, bu dərhal nəticə verməyəcək, lakin maneələr və çətinliklər sizi qorxutmayacaq, planlarınızdan əl çəkməyə məcbur etməyəcəklər. Mühüm görüşlər yaxşı keçəcək. Maliyyə məsələlərini həll edə bilərsiniz. Burada intuisiyanıza qulaq asacaqsınız və yanılmayacaqsınız. Gün yaxşı keçəcək, amma emosional fon kifayət qədər gərgin olacaq. Bəzən öz emosiyalarınızı başa düşməkdə və narahatlığınızın tam olaraq nədən yarandığını anlamaqda çətinlik çəkəcəksiniz. Özünüzə bir az vaxt verin. Bugün üçün bəzi vacib işləri planlaşdırmısınızsa, onları uzun müddətə təxirə salmamağınız daha yaxşıdır. Xüsusilə məhsuldar olacağı gözlənilən səhər saatları tez bir zamanda uğur əldə etmək şansı verəcək. Bu müddət ərzində verdiyiniz qərarlar şübhəsiz ki, doğru olacaq. Və onlar haqqında uzun müddət düşünmək məcburiyyətində qalmayacaqsınız, dərhal vəziyyətə uyğun istiqamət alacaqsınız, necə davranacağınızı başa düşəcəksiniz. Günortadan sonra diqqəti cəmləmək çətinləşəcək, dincəlmək istəyəcəksiniz.
Unutmayın ki özünüzü fiziki güc anlamında sınamaq üçün uğurlu zamanlama deyil. Həmçinin ən azı bir müddət pis vərdişlərdən imtina etmək daha yaxşı olar. Gün yaxşı olacaq, amma yenə də həyəcansız keçəcəyi gözlənilmir. İlk yarıda işdə bəzi anlaşılmazlıqlar, həmkarlarla fikir ayrılıqları ola bilər. Vəziyyəti yaxşılığa doğru dəyişdirmək üçün necə davranacağınızı tez başa düşəcəksiniz. Keçmişdə qazandığınız təcrübə şübhəsiz ki, faydalı olacaq. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin necə inkişaf etdiyinə diqqət yetirmək vacibdir. Onlarla ümumi dil tapmağa çalışın, səbirli və nəzakətli olun. Bu, bir çox gərgin anlardan qaçmağa imkan verəcək. Uğurlu səfərlər mümkündür. Günün əvvəlində təlaşdan qaçmaq çətin olacaq. Hər şey plana uyğun getməyəcək. Çox güman ki, yarı yolda improvizasiya etməli və qərarlar qəbul etməli olacaqsınız. Ətrafınızdakı insanlar niyə belə hərəkət etdiyinizi həmişə düzgün başa düşməyəcəklər. İzah etmək üçün bir az vaxt sərf etməli olacaqsınız, buna görə qəzəblənməməyə çalışın. Günün ikinci yarısını çox səmərəli keçirəcəksiniz. Böyük güc sərf etdiyiniz işi uğurla başa çatdırmaq şansınız yaranacaq. Uğurlu sövdələşmələr bağlamağınız mümkündür. Alış-veriş də uğurlu alınacaq. Yalnız özünüz üçün deyil, yaxınlarınız üçün də əşyalar ala bilərsiniz. Qız, qeyri-müəyyən gündür. Səhər xırda şeylərə həddindən artıq əhəmiyyət verməyə başlayacaqsınız və nəyin həqiqətən vacib olduğunu fərq etməyəcəksiniz. Yaxınlarınızla münasibətlərdə qarşılıqlı anlaşmaya nail olmaq asan olmayacaq. Xırda məsələlərlə bağlı mübahisələr mümkündür, lakin işlər ciddi münaqişələrə çevrilməyəcək. Günün ortasında uzun müddətdir başlaya bilmədiyiniz ev işlərinə diqqət yetirmək daha yaxşıdır. Hər şeyin öhdəsindən gözlədiyinizdən daha tez gələcəksiniz. Axşam saatlarında qızların çoxu sevinç hiss edəcək, bu da evdə əlverişli emosional atmosfer yaratmağa kömək edəcək. Bugün nəyin həqiqətən vacib, nəyin əhəmiyyətsiz olduğunu anlamaq sizin üçün çətin olacaq. Xırda məsələlərə çox vaxt itirsəniz, bütövlükdə vəziyyəti düzgün qiymətləndirə bilməyəcəksiniz. Yaxınlarınızın dəstəyi önəmli olacaq. Onun sayəsində qarşılaşdığınız bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Sürprizlərə hazır olun. Bugün plana sadiq qalmaq çətin olacaq. Yarı yolda improvizasiya etməli, yeni bir şey icad etməli ola bilərsiniz. Və sonda hər şey yaxşı olacaq. Axşam sizin və yaxınlarınızın çoxdan gözlədiyi xəbəri alacaqsınız. Bugünü mütləq xeyirli işlərlə keçirmək istəyəcəksiniz və belə bir fürsət olacaq. Ev işlərinə diqqət yetirə, bəzi gündəlik problemləri həll edə bilərsiniz. Burada yaxşı iş görəcəksiniz, ciddi çətinliklər olmayacaq. Gün həm də qohumlara və digər yaxın insanlara kömək etmək üçün əlverişli olacaq. Bununla belə, həddindən artıq işləməməyə çalışın. Günün ikinci yarısı istirahət, bəzi yüngül və xoş fəaliyyətlər üçün münasibdir. Köhnə hobbiyə qayıda və ya yenisini axtara bilərsiniz. Ən sadə işin belə nə qədər müsbət emosiyalar verə biləcəyinə təəccüblənəcəksiniz. Bugün soyuqqanlılığınızı qorumaq həmişəkindən daha çətin ola bilər. Təmkininizi itirsəniz, işlər plana uyğun getməyə bilər. Qərar verməyə tələsməmək, keçici emosiyalara qapılmamaq daha yaxşıdır. Ciddi söhbətlər günortaya qədər təxirə salınmalıdır. Bu halda onlar daha çox uğur qazana bilər. Maliyyə məsələlərində diqqətli olmalısınız. Böyük alışlar etməzdən əvvəl 2 dəfə düşünün, vacib olmayan alışlara vəsait xərcləməyin. Özünüzü hər hansı öhdəliklərə bağlamaq da arzu olunmazdır. Sözünüzü tutmaq düşündüyünüzdən də çətin olacaq. Günün əvvəlində həyəcanlanmamağa çalışın. Bu o qədər də asan olmayacaq, çünki emosional fon gərgin ola bilər, bəzən başqaları da sizin istədiyinizdən tamamilə fərqli davranacaqlar. Ancaq mübahisələrdən qaçmaq, hamı ilə yaxşı münasibət saxlamaq sizin ixtiyarınızda olacaq. Daha sonra gərgin münasibətləri yumşaltmağa çalışaraq düzgün davrandığınız üçün özünüzü çox tərifləyəcəksiniz. Günün ikinci yarısı faydalı işlər üçün əlverişli olacaq. Tamamilə yeni bir iş götürə bilərsiniz. Şübhəsiz ki, ilk uğurları tez bir zamanda əldə edəcəksiniz. Kiçik nağd maliyyə daxil olmaları ehtimal olunur ki, bu da çox faydalı olacaq.
Tərəzi. Əhəmiyyətli işləri sonraya qoymayın. Səhər saatlarında artan enerji səviyyəsini hiss edəcəksiniz, buna görə də mürəkkəb və qeyri-adi işlərin öhdəsindən yaxşı gələcəksiniz. Bəzi tərəzilər qeyri-adi mənbələrdən gözlənilməz qazanc əldə edəcəklər. Gələcək üçün planlar qurmaq və onların həyata keçirilməsi variantlarını düşünmək üçün doğru andır. Mümkündür ki, işgüzar münasibətlər romantikaya çevrilə bilər. Axşam saatlarında xırda problemlər başlaya bilər, lakin onlar belə əhvalınızı poza bilməyəcəklər. Bütün məsələləri uğurla həll edəcəksiniz, yaxınlarınızın dəstəyi isə ruhdan düşməməyə imkan verəcək. Çətin və vacib bir işlə başlasanız, gün yaxşı keçəcək. Necə davam edəcəyinizə qərar vermək çox çəkməyəcək. İntuisiyanız sizə ilk olaraq nə edəcəyinizi söyləyəcək. Bugün sizin üçün başqaları ilə ünsiyyət qurmaq xüsusilə asan olacaq. Əvvəllər sizinlə çox da yaxşı rəftar etməyənlərə üstün gəlmək şansınız olacaq. Potensial maliyyə daxil olmaları gözlənilir. Çox güman ki, kiçik miqdarlardan söhbət gedir, lakin onlar çox faydalı ola bilər. Yaxşı alış-veriş edəcəksiniz. Sevdikləriniz üçün hədiyyələr ala bilərsiniz, seçimdə səhv etməyəcəksiniz. Bugün intuisiyanızı xüsusilə diqqətlə dinləməyə dəyər, onun məsləhətləri sayəsində uzun müddətdir can atdığınız məqsədə nail olacaqsınız. Elmi uğur ehtimalı var, çətin məsələləri tez anlayacaqsınız. Gün çoxdan başlayan işlərin başa çatması üçün də münasibdir. Nəticədən razı qalacaqsınız. Bəzi köhnə planları həyata keçirmək şansı yaranacaq. Sizi yaxından tanıyan insanlar bu işdə məmnuniyyətlə sizə kömək edəcəklər. Onlar da sizin yeni ideyalarınızı bəyənəcəklər. Axşam romantik görüş üçün münasib vaxtdır, gözlədiyinizdən də yaxşı keçəcək. Səhər həyəcanlanmamağa və əsəbi olmamağa çalışın. Özünüzü idarə etmək və emosiyalara tab gətirmək bacarığına ehtiyacınız olacaq. Vacib qərarlar tək başına verilməlidir. Məsləhətlər sizi yaxşı tanıyan insanlar tərəfindən verilsə belə, çətin ki, sizin üçün faydalı olsun. Günün ikinci yarısı uğurlu və hadisələrlə zəngin olacaq. Maraqlı işlər ortaya çıxacaq, həvəslə yeni vəzifələr götürəcəksiniz. Bəzi qeyri-adi kəşflər ola bilər, yaxşı xəbərlər ala bilərsiniz. Sevən tərəziləri romantik sürprizlər sevindirəcək. Vacib və mürəkkəb işləri öhdənizə götürməyə tələsməyin. Bugün sizə biznesə köklənmək üçün biraz vaxt lazım olacaq. Bəzi məişət problemləri ola bilər. Onlarla məşğul olmaq biraz vaxt aparacaq. Bəzi tərəzilər bu səbəbdən planlarını düzəltməli olacaqlar. Gün potensial işə götürənlər və biznes tərəfdaşları ilə görüşlər üçün münasibdir. Yaxşı təəssürat yaratmaq sizin üçün asan olacaq. Axşam hansısa əyləncə tədbirində rastlaşdığınız insanların da xoşuna gələcəksiniz. Əqrəb. Çox şeyə nail olacaqsınız. Bununla belə, mütləq hər hansı bir işdə, xüsusən də sizinlə birbaşa əlaqəli olmayan işlərdə iştirak etməyə çalışmamalısınız. Bir çox əqrəblər ətrafdakı insanlara biraz daha çox güvən göstərsələr yaxşı olar, xüsusən də bu, haqlı olacağı üçün. Emosional yüksəliş və emosiyalara qarşı müqavimət sizə bir çox mürəkkəb problemlərin öhdəsindən gəlməyə, bütün yarımçıq işləri başa çatdırmağa və gələcək üçün yaxşı zəmin yaratmağa imkan verəcək. Axşam ən yaxşısı sakit ev mühitində qohumlarla söhbət etmək və ya sevdiyiniz insanla ürəkdən söhbət etməkdir. Şübhəsiz ki, evdən çıxmaq, maraqlı tədbirdə iştirak etmək, dostlarla görüşmək istəyəcəksiniz. Və bütün bunları etmək imkanınız olacaq. Ancaq günün əvvəlində bir neçə gündəlik problemi həll etməli, ev işləri ilə məşğul olmalı olacaqsınız. Və bütün bunları təxirə salmamaq daha yaxşıdır. Günorta şəxsi münasibətlərdə təşəbbüsü ələ almaq üçün əlverişli zamandır. Bəyəndiyiniz birini görmək üçün səbəb tapın, sevdiyiniz insana qeyri-adi bir şey təklif edin. Axşam romantik gəzinti üçün ideal zamandır. Günə bəzi sadə və xoş işlərlə, sadə problemləri həll etməklə başlamağa dəyər. Özünüzdən çox şey istəməyin. Bəzi çətin işlər bir müddət təxirə salına bilər, tezliklə vəziyyət dəyişəcək və uğur qazanacaqsınız. Günün ortasına qədər ciddi məsələləri müzakirə etmək yox, xoş mövzularda mühriban söhbətlər etmək daha yaxşı olar. Günün ikinci yarısı daha məhsuldar olacaq. İntuisiyanız sizə vaxt və səy sərf etmədən istədiyiniz nəticəni necə əldə edəcəyinizi söyləyəcək.
Axşam dostları və digər yaxınlarınızı ziyarətə dəvət etmək üçün uyğun vaxtdır. Həddindən artıq işləməməyə çalışın. Gün yorucu və çətin işlər üçün münasib olmayacaq. Səbrinizi tez-tez sınayan, əhvalınızı pozan insanlarla ünsiyyətdən çəkinməyiniz də məsləhətdir. Bir müddət də olsa qayğılardan yayınmaq faydalı olacaq. Maraqlı məşğuliyyətlər axtarın, sizi həqiqətən ruhlandıran işi görün. Bütün bunlar özünüzü daha yaxşı hiss etməyə kömək edəcək. Kiçik maliyyə itkiləri ehtimalı var, alış-verişə tələsməmək daha yaxşıdır. Vacib olmayan bəzi əşyalara çox vəsait xərcləmək riski daşıyırsınız. Günün başlanğıcı qarışıq xəbərlər gətirəcək, narahatlığa səbəb olacaq. Qərar verməkdə tələsməyin. Əvvəlcə hər şeyi başa düşmək, alınan məlumatları yoxlamaq lazımdır. Biliyinə və təcrübəsinə əvvəllər dəfələrlə etibar etdiyiniz insanlarla məsləhətləşmək faydalı olacaq. Günün ortasında müsbət tendensiyaların təsiri nəzərə çarpacaq dərəcədə artacaq, çətin işlərin öhdəsindən tez gəlmək, işdə uğur qazanmaq şansı yaranacaq. Axşam saatlarında ulduzlar sizin üçün xüsusilə əlverişli olacaq. Bu zaman həm uğurlu təsadüflər, həm də xoş sürprizlər mümkündür. Vaxtında təşəbbüs göstərsəniz, çoxdankı arzular gerçəkləşəcək. Ox atan. Heç yerə tələsməyin. Günün əvvəlində düşüncələrinizi toplamaq, gücünüzü bölüşdürmək və prioritetləşdirmək çətinləşəcək. Buna görə də bəzi ox atanlar xırda şeylərə çox diqqət yetirməyə və vacib detalları gözdən qaçırmağa meyilli olacaqlar. Vədlərinizə əməl etdiyinizə əmin olun, əks halda reputasiyanızı korlayacaqsınız. Xüsusilə vacib şeyləri planlaşdırmamalısınız, adi ev işlərinə diqqət yetirmək daha yaxşıdır. Günortadan sonra cəlbediciliyiniz nəzərə çarpacaq dərəcədə artacaq. Yeni tanışlıqlar etmək, insanları cəlb etmək və xoş təəssürat yaratmaq asandır. Gün pul, ailə əmlakı, daşınmaz əmlakla bağlı məsələlərin həlli üçün münasibdir. Hətta əvvəllər buna məhəl qoymayan insanlar da sizin fikrinizi dinləyəcəklər. Xüsusilə gözəl olacaq. Başqalarını çətinə salan vəziyyətlərdə çox düşünməyəcəksiniz. İntuisiyanız tez bir zamanda sizə düzgün həll yolunu deyəcək. Şübhəsiz ki, bu günü məhsulda keçirmək, uzun müddətdir təxirə saldığınız işlərin öhdəsindən gəlmək istəyəcəksiniz. Ancaq yenə də çox işləməməyə çalışın, xüsusən də axşam saatlarında. Enerjinizi bərpa etmək üçün biraz istirahət etməyiniz pis olmazdı. Hər şey gözlədiyiniz kimi alınmayacaq, amma gün uğurlu olacaq. Gözlənilməz görüş yeni imkanlar açacaq. Dostlar yaxşı məsləhətlər verəcəklər, bunun ardınca tezliklə bəzi vacib məqsədlərə nail olacaqsınız. Gün qonaqları qəbul etmək üçün əlverişli olacaq. Qeyri-rəsmi şəraitdə ciddi məsələləri müzakirə edə bilərsiniz. Hər kəsin bəyənəcəyi həll yolu tapmaq şansınız var. Günün ikinci yarısı onu evdən kənarda keçirməyə qərar verənlər üçün parlaq təəssüratlar vəd edilir. Maraqlı tədbirlərdə iştirak etmək, haqqında çox eşitdiyiniz insanlarla söhbət etmək şansınız olacaq. Günün başlanğıcı yaxşı alınacaq. Bir çox mürəkkəb məsələləri həll etmək, əvvəllər çoxlarını çaşdıran problemlərin öhdəsindən gəlmək imkanınız olacaq. İnsanlarla ünsiyyət qurmaq, yeni tanışlarda xoş təəssürat yaratmaq bacarığı işinizə yarayacaq. Daha əvvəl fərqinə varmayanlar sizə diqqət yetirəcəklər. Yəqin ki, dostluq və ya romantik münasibətlərin başlanğıcı baş tutacaq. Günün ikinci yarısı daha yorucu ola bilər. Eyni anda bir neçə işi görməli, başqalarının problemlərini həll etməli olacaqsınız. Bütün bunlar kifayət qədər yorucu olacaq, ona görə də axşam yəqin ki, istirahət etmək istəyəcəksiniz. Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Bu sahədə intuisiyanıza arxalana bilərsiniz. Onun bugün verəcəyi ipuçları xüsusilə dəqiq olacaq. Yəqin ki, uzaqdan yaxşı xəbər gələcək. Köhnə tanışlar maraqlı ideyalar bölüşəcəklər və siz onların həyata keçirilməsində mütləq iştirak etmək istəyəcəksiniz. İşdə xırda anlaşılmazlıqlardan, bəzən yaxınlarınızla fikir ayrılıqlarından narahat olmayın. Münasibətləri yaxşılaşdırmaq üçün necə davranacağınızı tez başa düşəcəksiniz. Axşam xüsusilə qohumlarla ünsiyyət, ailə məclisləri üçün əlverişli zaman olacaq. Oğlaq. Gün çox yaxşı başlayacaq, amma hər şey rəvan getməyəcək. Səhər müxtəlif insanlarla asanlıqla qarşılıqlı anlaşma əldə edə biləcəksiniz.
Cari işlərinizdə və gələcək layihələrinizdə dəstək əldə edə biləcəksiniz. Optimist münasibət sizə bir çox çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Bəzi oğlaqlar kiçik hədiyyələr və ya gözlənilməz pul axını alacaqlar. Günün ikinci yarısında emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Xırda şeylərdən narahat olmağa başlayacaqsınız. Bu zaman yaxınlarınızla ciddi məsələləri müzakirə etməməlisiniz. Risk etməmək daha yaxşıdır. Bugün yeni bir işə başlamaqdansa tanış, məlum işlərlə məşğul olmaq daha yaxşı olar. Yaxşı tanımadığınız insanlara etibar edə bilərsiniz. Bunun səhvlərə, uğursuz itkilərə səbəb olması mümkündür. Gün maliyyə baxımından uğurlu olacaq. Qazancınız və gözlənilməz mənbələrdən qiymətli hədiyyələr ola bilər. Alış-veriş edə bilərsiniz, intuisiyanız sizə düzgün seçim etməkdə kömək edəcək. Axşam dərs üçün əlverişlidir. Çətin məsələləri rahat başa düşəcəksiniz. Gün gərgin, hadisələrlə, parlaq emosiyalarla dolu olacaq. Şübhəsiz ki, sevinç üçün səbəblər gətirəcək. İşə diqqət yetirmək çətin olacaq. Çox güman ki, eyni anda bir neçə məsələ ilə məşğul olmaq lazım gələcək. Əvvəlcə yorucu ola bilər, amma sonra necə məşğul olacağınızı başa düşəcəksiniz. Xəyallar qurmamağa, hadisələrə real baxmağa çalışın. Bugün sağlam düşüncə sonradan peşman olacağınız səhvlərdən qoruyacaq. Ciddi işlər və mühüm iş tapşırıqlarının həlli üçün yaxşı gündür. Hər şeyə məsuliyyətlə yanaşacaqsınız, buna görə də kiçik səhvlərə də yol verməyəcəksiniz. İşgüzar danışıqlar yaxşı gedəcək, nüfuzlu insanların dəstəyinə müraciət edə biləcəksiniz. Mənfəət gətirəcək sövdələşmələr bağlamaq şansınız olacaq. Şəxsi münasibətlərdə müsbət meyillərin təsiri üstünlük təşkil edəcək. Həm köhnə tanışlarınızla, həm də bu yaxınlarda ilk dəfə görüşdüyünüz insanlarla asanlıqla ümumi dil tapa bilərsiniz. Romantik bir hekayənin başlanğıcı istisna edilmir. Diqqət etsəniz, şübhəsiz ki, son vaxtlar yaranan bir çox suallara cavab tapacaqsınız. Vacib məlumat uzun müddət görmədiyiniz insanlar tərəfindən paylaşılacaq. Onlar həmçinin iş və bizneslə bağlı əla məsləhətlər verə bilərlər. Gün sənədləşmə işləri, dövlət qurumlarına müraciətlər üçün münasibdir. Axşam üçün xüsusilə çətin və yorucu bir iş planlaşdırmamaq daha yaxşıdır. Çox güman ki, bu zaman istirahət etmək istəyəcəksiniz. Sizi nəyin sevindirə biləcəyini düşünün, müsbət emosiyalar almaq faydalı olacaq. Dolça. Sizi çətin gün gözləyir, lakin axşama yaxın vəziyyət yaxşılaşacaq. Evdəki problemlər çox narahatlığa səbəb olacaq. Hər şeyin öhdəsindən tək gəlməyə çalışmamalısınız, ailə üzvləri istənilən məsələdə həvəslə iştirak edəcəklər. Eyni zamanda sizi narahat edən mövzuları müzakirə etməməlisiniz. Günün ikinci yarısında müsbət meyillərin təsiri üstünlük təşkil edəcək. Bir çox dolçalar pozulmuş münasibətləri bərpa etməkdə və ya son vaxtlar fikir ayrılığınız olan insanlarla barışmaqda yaxşı olacaqlar. Gün xoş olacaq, yeni imkanlar açacaq, çoxdan planlaşdırılan işləri həyata keçirmək şansı verəcək. Xüsusilə səhər saatlarında boş yerə vaxt itirməmək vacibdir. Nə qədər tez hərəkət etməyə başlasanız, istədiyiniz nəticəni əldə etmək bir o qədər asan olacaq. Ola bilsin ki, yaxınlarınız sizə kömək üçün müraciət etsin. İmtina etməməyə çalışın. Başqaları üçün etdiyiniz hər şey sizə də fayda verəcək. Gözlənilməz xəbərlər sizi ruhlandıracaq xəbərlər. Planları dəyişdirmək istəyəcəksiniz, çünki yeni məqsədlər ortaya çıxacaq və prioritetlər fərqli olacaq. Gündəlik fəaliyyətinizə ara verin. Bugün vəziyyəti dəyişmək, yeni bir iş görmək, dostlara baş çəkmək və ya sevdiyiniz insan üçün xüsusi axşam görüşü təşkil etmək xüsusilə faydalı olacaq. Ciddi söhbətləri və mürəkkəb problemlərin həllini bir müddət təxirə salmaq daha yaxşıdır. Qeyri-adi fikirlər ortaya çıxacaq, lakin onların hamısı ilk baxışda sizə göründüyü qədər yaxşı olmayacaq. Beləliklə, planın həyata keçirilməsinə dərhal başlamaq lazım deyil, əvvəlcə hər şeyi düzgün düşünün. Axşam dərslər və yaradıcılıq üçün əlverişli zamandır. Təsəvvürünüzün qanadlanmasına imkan verən fəaliyyətlər sizi ruhlandıracaq. Gün biznesdə təşəbbüs göstərmək, ideyalarınızdan danışmaq, əvvəllər əməkdaşlıq etdiyiniz insanlara yeni nəsə təklif etmək üçün münasibdir. Vəziyyət yaxşı olacaq və gözlədiyinizdən də böyük uğurlar qazanacaqsınız. Ola bilsin ki, faydalı əlaqələr də qurulacaq.
Yaxınlarınıza qarşı səbrli olun. Bu, fikir ayrılıqlarının və mübahisələrin qarşısını alacaq. Heç bir uzun müddətli planı müzakirə etməmək daha yaxşıdır. Bu cür söhbətlər qarşılıqlı iddialara və narazılıqlara səbəb ola bilər. İşlə məşğul olmağa tələsməyin. Bugün hər hansı konkret hərəkətlərdən daha çox planlar qurmaq və həmfikir insanlarla müzakirə etmək üçün münasibdir. Yeni işlərə başlamazdan əvvəl güclü tərəflərinizi və bütövlükdə vəziyyəti obyektiv qiymətləndirməyə çalışın. Bəlkə də başa düşəcəksiniz ki, cəsarətli ideyaları həyata keçirməyə başlamaq hələ tezdir. Gün tanışlıqlar, xoş təəssürat yaratmaq istədiyiniz insanlarla görüşlər üçün əlverişli olacaq. Ola bilər ki, vəziyyəti dəyişmək, bəzi maraqlı yerləri ziyarət etmək istəyəsiniz. Belə bir fürsət mütləq ortaya çıxacaq. Balıq. Əlverişli və asan gün. Çoxdankı rəqiblərlə ortaq dil tapmaqda xüsusilə yaxşı olacaqsınız. Siz kobud kənarları asanlıqla hamarlaya, düzgün sözləri seçə və başqalarını haqlı olduğunuza inandıra bilərsiniz. Diplomatiyanız, yaxşı zövqünüz və nəzakətiniz xoş təəssürat yaratmağı asanlaşdıracaq. Bəzi yeni tanışlıqlar həyatınızı yaxşılığa doğru dəyişəcək. Bir çox balıqlar ictimai həyatda iştirakdan böyük zövq alacaqlar. Bir ziyafətə getmək və ya dostları ziyarət etmək də zərər vermir. Ünsiyyət sizə yalnız müsbət emosiyalar bəxş etməyəcək, həm də maraqlı fikirlər bəxş edəcək. Siz bütün işləri tez bir zamanda tamamlamaq istəyirsiniz, lakin bu, çətin ki, mümkün olsun. Gözlənilməz çətinliklər yarana bilər, nəsə plana uyğun getməyəcək, əvvəllər qəbul edilmiş qərarlardan imtina etməli olacaqsınız. Amma müsbət tendensiyaların təsiri hələ də kifayət qədər güclü olacaq. Odur ki, optimist qalın və hərəkətə keçin. Maliyyə məsələlərində diqqətli olmalısınız, tək başına qərar verməyin, yaxın insanlarla məsləhətləşin.